da batalyon qoymuşlar, xilaskar batalyonu. Aha. Bunları da dünən elə bil metrodan yığıblar. Bugün silah verirlər, sabah da deyirlər, get Çiçəkli dağı götür. Çiçəkli dağa qədərsə, bir xəritədə düz xətlə belə çəksən, 18 kilometrdən çoxdur. Bu dağ dərə ilə gedəndə isə bir 30 kilometrdən çox yol getməlidir. Mən isə məsələn elə Əfqanistanda xidmət eləyəndə, burada xidmət eləyəndə görmüşəm ki, hətta açıq, düz, qarcadı yox, elə quru yerdə bir 50 əskərlə yeriyəndə görürsən ki, onların içindən bir 5 nəfər artıq 5 kilometrdən sonra deyir ki, öldüm, gedə bilmirəm. Çünki hər adam axı bu 5 kilometrdə bu ən azından özünün belində bir 20 kilo yük aparır. Bəli, silahı var, sursatı var, pulemyotçunun sinki var. Bazara gedirsən, elə hər əlinə bir 10 kilo setka alanda 2 kilometr getmək istəmirsən, avtobus axtarırsan. Bəli. İndi isə dağ, dərə ilə, qar da buradan sən 30 kilometrə yaxın yol getməlisən. Mən orada Dadaş Rızayevdə oturub, Oqtay Fərzəliyev, o da rəhmətə gedib, polkovnik, sonra bu sağdır, Cavad Qasımov, sapyor. Bəli. Elə bil Azərbaycan ordusunun mühəndis xidməti rəisi idi o vaxtı. O oturub, Qalib İsayev var idi. Sonralar Səfər Əbiyevin referenti oldu. Yəni kabinetində qonaqları da qarşılayan belə adam idi. O təşkil edirdi qəbulu Səfər Əbiyevin. O oradaydı, Dadaş Rızayev oradaydı. Bir də deyirəm, dediyim kimi Elxan Orucu. Əməliyyatı quran da Elxan Orucudur əsas. Mən elə bəzi mübahisələr deyim ki, beləsinə, Elxan Orucu qayıtdı, mənə söydü. Mən ona dedim ki, mən niyə təhqir edirsiniz? Mən bura çağırmışsınız təhqir eləməyə, yoxsa məndən məsləhət istəyirsiniz ki, bu əməliyyatı necə eləyək? Siz onda hərbi hissə komandiri müavini idiniz döyüş üzrə? Yox, Kəlbəcər veriləndə mən deyim. Mən onda tabur komandiri idim. Aydın. Mən tabur komandiri idim. Amma bu batalyon xilaskar gətiriblər, onu göndərirlər o Çiçəkli dağı götürməyə. Deməli, bu mənə söyləndə, mən də qayıtdım ki, mənə təhqir eləməyin. Bir də belə şey etsəz, mən cavabı qaytaracam. Nəysə, üstündən keçir, bu beləsinə, bu belə gedirsiniz, beləsinə buranı tuturlar, ondan sonra möhkəmlənirlər, nə bilim, neynirlər. Mən də qayıtdım ki, bu əskərlərin, bu 500 nəfər ki göndərirsin, bunların yarısından çoxu gedib ora çıxmayacaqlar. Elə yolda qırılacaqlar qarın içində. Bu qayda mənə belə eləyir, səni kimi əclaf oğlu əclaflar əskərləri qırdırır. Mən də qayıtdım ki, məni kimi əclaf oğlu əclaflar səni kimi əclaf oğlu əclafların əmrinlə qırdırır. O mənə söyəndə Dadaş Rızayev bir söz demirdi. Mən ona cavab qaytardım. Dadaş Rızayev qalxdı ki, siz rütbəli zabitlə nə bilim necə danışırsınız, nə bilim neyinirsiniz. Onda mən mayor idim hələ. Bu da polkovnikdir. Mən də böyük rütbəli o demək deyil ki, mən dədəmə də söyə bilər. Dədəm rəhmətə gəlib, dədəmdə nə işi var onun ən azından. Ona da deyin də, müdafiə nazirisiz. Dadaş Rızayev mənə ağzınızı yumun bir şillə çəkdi. Dadaş Rızayev mənə bir şillə çəkəndə, mən də Dadaş Rızayev itələyəndə, Dadaş Rızayev arxası üstə güppultu ilə dəydi yerə. Bunun o mühafizəçiləri düşdülər məni futbol topuna döndərdilər. İndi belə adam, bəlkə də sizə zarafatla gələcək, amma mən zarafatsız, bax bu sözü dedim ki, biriniz mənə bəsdir də. Bir-birinizə niyə mani olursunuz? Hamısı məsələn məndən boyda, buxunda, maşallah, yekə-yekə adamlardır, indi idmançılar. Biriniz mənə bəsdir. Bir-birinizə heç olmasa mani olmayın. Bax. Harada gedirdi bu müzakirə? Hacıkənddə. 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 Dostlar, paylaşın, çox xahiş edirəm, paylaşın. Deməli, indi bunu nəyə görə deyirəm? Elxan Orucu bunu görmüşdü. Məni aparıb türməyə saldılar. Amma Elxan Oruc, mən türmədə olanda bu əməliyyatı keçirmək istədilər. Bu xilaskar batalyonunun da üstünə Vəli Bayramov adında bir zabit var idi, onu qoymuşdular, o da rəhmətə gedib. O da heç başa düşürdü ki, bu əməliyyatı
çalışırdı ki eləməsin, amma onu elə sıxmışlar ki, nəm türməyə düşəcəksən, nəm nə olacaqsan, o da qorxmuşdu biraz, razılaşmışdı. Amma mümkün deyil, axı, əsgər bu qədər yüklə gedə bilmir də, gedə bilmir. Bax, bunu güllələsən də gedə bilməyəcək, qalacaq orada. Deyir, istəyirsən güllələ. Gedə bilmirəm də. Elə bir an gəlir, çatır ki, bu deyir, gedə bilmirəm. Elxan Orucov bunu görmüşdü. Bu da görəndə ki, əməliyyat alınmır. Elə bil belə deyək, o nədir, sudan quru çıxmaq üçün Elxan Orucov öz əlində balaca AKS avtomatlar var ya, lüləsi kəsilmiş. Bilirəm. O avtomatı güya təsadüfən əlində açıldı, dəydi topuğuna güllə. Öz əlində açıldı. Siz oradaydınız. Yox, mən türmədəydim orada. Amma bu hadisələri yaxşı bilirəm. Bunu bax çağırmışdı Habil Şirinov, həkim. Habil Şirinov onun ayağını sarıdı, operasiya elədi. Soruşun Habil Şirinovdan desin. Onda dersi öz-özünü vurub da. Öz-özünü %100. Yoxsa yalandan vurub. O boyda polkovnikin əlində güllə açıldı, topuğuna dəydi. Əlbəttə, indi bu deyir ki, yox, təsadüfən açıldı belə elə. Nə oldu elə, təsadüfən açıldı, topuğuna dəydi. Ki, oradan quru çıxmaq üçün. Necə ki, elə Murovdağ əməliyyatından da quru çıxır, sudan quru çıxmaq üçün çıxır, gedir, Rüfət Əmirov göndərirlər onun yanına. Yəni, demək istədiyim, o görmüşdü. Bilirsiniz, ona görə də mən bu əməliyyata da, bu Murovdağ əməliyyatına etiraz edirdim ki, elə onu sual vermək istəyirəm. Bax, ümumiyyətlə, bu əməliyyatdan xəbəriniz var idimi və əməliyyatla bağlı hansısa bir məsləhətləşmələrdə iştirak etdinizmi? Etirazınızı bildirdinizmi? 701-in 29 dekabr 14 fevral əməliyyatı ilə bağlı. Əlbəttə, mən o dediyim kimi, o əməliyyatın, belə deyək, o axır anında o Elxan Orucov zad, bu nə bilim, Müdafiə Nəzməddin zad gəlmişlər, mən onda olmamışam. Amma Valih Rəfiyevə belə bir əməliyyat olacaq və bu əməliyyat üçün hazırlıqlar görməlisiniz. Komandirin o reşeniyasında, nətər, komandirin qərarını yəni çəkməlisiniz, xəritədə yaratmalısınız. Bunlar haqqında xəbərim var idi. Və dediyim kimi, məsələn, o hərbi hissə komandiri, yəni briqada komandiri Valih Rəfiyev də deyəndə ki, buradan belə gedirsiniz, buradan belə gedirsiniz. Mən məsələn onda tam etiraz edirdim ki, bu mümkün deyil. Bax, mümkün olmamağında dediyim kimi, birincisi, hücum elədin, irəlilədin, cəbhə xəttin böyüdü. Əlavə qüvvələr lazımdır. Əlavə qüvvə ehtiyat arxada görünmür. Olacaqmı? Olmayacaq. Ehtiyat görünmür. Sonra qar dizdən yuxarı. Məsələn, mən deyirdim ki, ən azından bura gətirin bir 15 dənə buldozeri qoyun. Bəli. Sabah o yol açılanda, bir şey onda o qarı kürüyüb əskərlərə yeməyi, içməyi çatdırsınlar. Hətta bundan başqa deyirdim ki, bizim briqadanın maddi təminat bölüyü var. Bizim briqadaya isə, bax, bu hücum üçün belə bir dağlıq yerdə, çünki Əfqanistanda mən bunu görmüşdüm. Əgər dağlıq elə yerdə, məsələn ki, başqa briqadalardan bizə briqadanın, belə deyək, diviziyanın maddi təminat taburu sırf bizim briqadaya işləyirdi Əfqanistanda. Burada da deyirdim ki, maddi təminat bölüyü təkcənə briqadanın bu boyda dağlıq ərazidə bu əskərləri mən heç güllə demirəm, Allahın yeməyi ilə təmin eləyə bilməyəcək. Ona görə bizə daha böyük təminat taburu lazımdır burada. Bu var mı? Bu yoxdur. Bu olmayan şəraitdə əskəri orada qarın içində nə qədər saxlamaq olar? Bilirsiniz, bax, mən bir şey deyim. Əskər hücum elədi, hardasa gəldi, dirəndi. Aclıq onu məcbur elədi, gülləsi qutardı, məcbur oldu. İnsandır da, yoruldu, məcbur oldu, dirəndi, müdafiəyə keçir. O nə qədər müdafiədə, müdafiədə keçdin, sən gərək özünə başlayasan səngər, yer, şərait yaratmağa. Bilirsiniz, bax, indi siz gəlirsiniz, sabah deyirlər ki, sizə orada otaq ayrılır. Siz otaqda
özünüzə başlayırsınız şərait yaratmağa. Məsələn, təkcə bir stol qoydunuz, nə ediniz? Amma səhərsi günü başqa bir stol qoydunuz. O birisi günü məsələn, divardan nəsə elədiniz. Siz daha çox. Birinci gün sizə desəydilər ki, bu otaqdan çıxırsan, sən də fikirləşirsən ki, hələ ki elə bir şey eləməmişəm. Amma bir aydan sonra sən bir ay baxırsan, deyirsən ki, mən bir ayda burada nə qədər iş görmüşəm. Sən o çıxıb getmək istəmirsən, əskər də elə. Əskər də o səngərin içində qaldıqca onu evi hesab eləyir. O bir də fikirləşir ki, mən bu səngərdən çıxıb hücum eləyəcəm bu halımda, bu vəziyyətimdə, gülləm az, yeməyim gəlmir, fərli başlı. Mən ta ki 1 kilometrdə irəlilədim. İndi təzdən orada bu şəraiti özümə yaratmalıyam. Əgər hələ yarada biləcəmsə. O qarın şaxtanın içində. O əskər, bax o tərk eləməmək, amma o şaxtanın içində də donma, o əskəri o qədər ruhdan salır ki, dəhşət. Ona görə, bu əskər ki, getdi, müdafiə keçdi, gərək arxada başqa briqada olaydı ki, o gəlib, bax, bu 701-in üstündən hücumu davam elətdirəydi. Sağı, solu qoruyaraq. 701-in də, məsələn, ola bilərdi ki, belə tutaq ki, o hücum eləyən briqadanın tam gücü çatmadı. Məsələn, 1 batalyonunu, 2 batalyonunu saxlayıb, amma qalan qüvvələri arxaya çıxardıb, təzdən formalaşdırmaq lazımdır. Çünki əskər itkisi var. Yaralanan var, ölən var. Bunları gülləsi tutarıb, nə bilim, xəstələni var, bunların müalicəsi zadı oyanmayan. Təzdən bunu formalaşdırıb, bir 10 gün, 15 gün, 1 aydan sonra təzdən döyüşər. Bu belə olmalıdır qayda ilə. Məsələn, bəzi hərbiçi yoldaşlar məsələn deyirlər ki, Goranboy getmirdi, nə bilim, Ağdərə getmirdi irəli. Biz getib bu qədər çıxmışdıq. Solumuz, sağımız Ermənistan idi, solumuz belə. İndi götürək belə. Bax, indiki 44 günlük müharibədə elə Araz kənarı getdik də. Sağı da erməni idi, qabaq da Ermənistan idi də. Sol tərəfdə İran idi, o da ermənidən betərdi. Geri gələndə, indi oxumuşuq, görmüşük də mane olurdular da hücumumuza. Amma görürsünüz, Araz kənarı getdilər, çıxdılar Ermənistana qədər, döndülər Qubadlı, Laçın. Sonra oradan bir dar bir yerlə qalxdılar Şuşaya. Amma bu qalxanda sağını, solunu gözləmirdi bəyəm. Gözləyirdilər. Sağına, soluna bu 18-20 yaşlı o briqadalar, bu briqadalar qoruyurdu. Xüsusi təyinatlılar da irəliləyirdilər. Bəli. Bax, o Murov əməliyyatında da elə xüsusi hazırlaşmış adamlar lazım idi ki, qarın içində gedə bilsin. Amma insanlar əskərdir, eyfariyada, beləsinə görür, beləsinə getdi. Həmin eyfariya, burada oturan zabitlərin də bəziləri düşmüşdü.